Baxaq, orta əsrlər tarixi şagirdlər mövzumuz Azərbaycan 3-7-ci əsrlərdə. Mövzu budur. Bir dakika. Açmışam, bəli. Azərbaycan erkən orta əsrlərdə, yəni 3-11-ci əsrlərdə. Buradakı ardıcılıqla gedəcəyik. Biz xatırlayırsınız, sizlə danışmışdıq ki, Azərbaycan daxil olmuşdu Parfiyanın tərkibinə. Parfiyanın tərkibinə. Xatırlayırsınız bunu, Parfiya məsələsi. Eramızın 20-ci ilində Atropatena düşmüşdü Parfiyanın tərkibinə. Atropatenan sonuncu hökmdarı Aryobasdı. Amma indi bəhs etdiyimiz dövrdə eyni zamanda həm Atropatenada, həm də Albaniyada Parfiyanın Arşakilər nəsli vardı hakimiyyətdə. Arşakilər isə Albaniyada 1-ci yüzillikdən gəlmişlər hakimiyyətə. Eramızın 1-ci yüzilliyində gəlmişdilər. Nə vaxta qədər? Eramızın 6-cı əsrinə qədər hakimiyyətdə qalmışdılar. Parfiya nəsilli Arşaki hökmdarları nə vaxta qədər? Albaniyada 1-ci, 6-cı əsrlərdə hakimiyyətdə olmuşdur. Arşaki sülaləsi. Aydındır mı? Keçirik. Həmin bu Arşakilər dövləti, ümumiyyətlə Parfiya dövləti artıq zəifləmişdi. Onun zəifləməsi dövründə Sasanilər sülaləsindən olan kimdir bu adam? Ərdəşir Babəkan istifadə elədi. Neçənci ildə? Eramızın artıq eramız deyirik, ağzımız öyrəşib yerdən əvvələ. Eramızın 224-cü ildə Suziyan gölü yaxınlığında baş verən döyüşdə Parfiya dövlətini məğlub elədi. Onu süquta uğratdı. Və 2 il sonra 226-cı ildə Sasanilər dövlətinin əsasını qoydu. Kim? 1-ci Ərdəşir Şahənşah titulunu götürmüşdü və dövlətin əsasını qoymuşdu. Adlanır Sasanilər dövləti. Əhəmənilər kimi Sasanilər dövləti də şagirdlər Fars mənşəlidir dövlətimiz. Və 227-ci ildə gəldilər, nədilər? 227-ci ildə Atropatena dövlətinə son qoydu. Gördüyümüz 227-ci ildə. Atropatena şəhirdara çevrildi. Şəhərlərdən birinə. Şəhərlər nə deməkdir? Vilayət deməkdir. Sasani dövlətində vilayətlər deməkdir. Ucqarlarda yerləşən vilayətlər. Gəldi. Feodal münasibətlərin yaranması. Feodal münasibətlər şahidlər nədir? Feodal sözü iki sözdən ibarətdir. Yəni, feod nə deməkdir? Mülk deməkdir. Mülkdür. Feodal deməkdir. Mülkədar. Yəni, mülkün sahibi deməkdir. Ya bu necə baş verir? Dövlət ayrı-ayrı şəxslərə xidmət qarşılığında torpaq verirdi. Hərbçilərə və əyanlara torpaq sahəsi verir. Həmin torpaqlar mülk adlanır. Və bu torpaqların sahibi isə mülkədar adlanırdı. Yəni, feodal. Feodal sözünün mənası mülkün sahibi deməkdir. Yuxarıda yazmışam. Bu formada yeni bir quruluş, yeni bir münasibətlər sistemi çıxdı ortaya. Nə münasibətlərdir bu da? Mülkün sahibi var, yəni feodal var, mülkədar var və onun torpağında çalışan kəndlilər var. Bu kəndlilər isə feodaldan asılı olan kəndlilərdir. Yazmışam. Həmin torpaqları əkib becərən şəxslər, yəni əkinçilər, kəndlilər adlanırdı. O kəndlər isə feodaldan asılı vəziyyətdə idilər. Şahidlər, bu asıllıq bilirsiniz necə asılılıqdır? Bu asıllıq sadəcə torpağa görə olan asılılıqdır. Torpağa görə olan asılılıqdır. Yəni, burada belə bir şey çıxır ki, bu asılı kəndlilər, asılı vəziyyətdə olan kəndli sadəcə torpağa görə asıldır. Yəni, o torpaq feodalın olduğuna görə həmin kəndli feodala torpaqdan istifadə qarşılığında vergi ödəyir. Yəni, bir növ belə deyək ki, ondan icarəyə götürüb torpağı istifadə edir və ona vergi ödəyir. Və s. Belə, həmin kəndli isə, aslı kəndli, normalda azad kəndlidir. Yəni, şəxsən azaddır. İstədiyi vaxt istəyir həmin yerin
tərk edib çıxıb gedə bilər. Avropada isə biz nə demişdik? Xatırlayırsınızsa, biraz sonra deyəcək. Avropada kəndlilərin böyük əksəriyyəti təhkimli haldadırlar. Biraz sonra fərqini izah edəcək. Aydınmı? Keçdik. Baxın, eyni məsələ həm cənubda, həm də şimalda eyni feodal münasibətlər yaranması eyni qaydada neyinirdi? Davam edirdi. Proses edir. Sasanilər köçürmə siyasəti. Şahidlər, bu oxşar cəhət verəcəkdir bizə. Kimlə oxşar cəhət verəcək? Həm Sasanilərdə, həm ərəblərdə oxşar cəhət verəcəklər ki, və biraz sonra yuxarı siniflər keçəndə deyəcəyik, ruslar, onlar hər ikisi köçürmə siyasət ediblər. Məsələ nədir burada? Sasanilər fars dilli əhalini, fars tayfalarını işğal etdiyi ərazilərə, həm Atropatena, həm də Albaniya ərazisinə köçürəcəklər. Məqsəd burada nə idi? Özlərinə etnik dayaq yaratmaq istəyirdilər və möhkəmlənmək istəyirlər. Tutduğu ərazidə möhkəmlənmək. Gəlirik, hara qədər gəlmişlər? Dərbənd səddi. Dərbənd səddini belə eləmişlər, inşa etmişlər. Dərbənd səddi bu arada deyilir 6-cı əsrin ortalarına aid olan nədir? Memarlıq abidəmizdir. Azərbaycana bu dövrdə türklərin növbəti bir axını olmuşdu. Xalqların böyük köçü zamanı 4-7-ci əsrlərdə müxtəlif türk tayfaları Dərbənd keçidi vasitəsilə keçib eləmişlər, Azərbaycanda məskunlaşmışlar. Bu ikinci axındır. Türklərin birinci axını isə eradan əvvəl 7-ci əsrdə gələn kimlər idi? Xatırlayırsınızsa, İskit tayfaları idi. Azərbaycan Sasanilərin tərkibinə daxil olduqdan sonra bu müsbət tərəfi nə olmuşdu? Vahid halda birləşməsi vahid türk xalqının formalaşma prosesini sürətləndirmişdi. Əhəmiyyəti burada. Yazılıb, vahid xalqının prosesi, yaranma prosesini müsbət təsir göstərmişdi, yəni proses sürətləndirmişdi. Əsas məsələ bunu deyirik. Atropatenada əhali bölünür hansı təbəqələrə? Həmin də Sasanilərin tərkibində. Birinci, kahinlər, din xadimləri. İkinci, döyüşçülər. Üçüncü, məmurlar və yaxud da mirzələr yazır buna, dövlətə çalışan adamlar. Dördüncüsü isə vergi verən təbəqə. Vergi verən təbəqə kimlər daxildir? Əkinçilər, sənətkarlar, tacirlər. Bunlar vergi verən təbəqə hesab olunurlar. Aydındır? Və ilk üç təbəqə, bu üçdən quru vergi ödəməkdən azad edilər. Hələ ki biz ümumi bilgiləri öyrənirik. Yəni bu dövrdə 3-7-ci əsrlərdə Azərbaycan Sasanilərin tərkibində olarkən 3-7-ci əsrlərdə ümumi bilgilərimizi formalaşdırırıq biz. Ki görək burada vəziyyət nədir? Baxaq. Ən çox soruşulan suallarımızdan bu dövrdə olan nələr var? Torpaq mülkiyyət formaları, vergilər və feodal münasibətlərin fərqli cəhətləri. Şahidlər, ondan əvvəl belə bir şey deyirik. Burada Azərbaycan deyir ki, kəndlinin əsas forması nə idi? Azərbaycanda kəndlilər asılı haldadılar. Asılı kəndli. Asılı kəndli nəyə görə asılıdır? Sadəcə torpağa görə asılıdır. Biraz əvvəl demişdik. Burada bir daha yazırıq. Asılı kəndlilər torpağa görə asılıdırlar. Əslində normalda şəxsən azaddılar. Yəni təhkimli deyillər. Təhkimli kəndli isə şəxsən asılı olan kəndlilərdir, təhkimli kəndlilər. Bizdə Azərbaycanda vergilər əsasən hansı formadadır? Natural formadadır. Natural yəni məhsulla ödənilən vergidir. Yəni düşünün ki, siz dövlətə vergini ancaq məhsulla ödəyirsiniz. Əldə etdiyin taxılın bir hissəsini gətirib vergi olaraq verirsən. Buna natura şəklində ödənilən vergi deyirlər. Eyni zamanda kəndlilər feodalın xeyrinə mükəlləfiyyət icra edirlər. Şahidlər, mükəlləfiyyət nədir? Mükəlləfiyyət pulsuz edilən bütün işlərdir. Pulsuz işlər. Yəni, bu işlərin qarşılığında kəndliyə heç bir əmək haqqı ödənmir. Qalalar çəkilməsi, yollar, körpü inşaat etməyi və s. Su kanallarının çəkilməsi. Bunlar hamısı nə idi? Mükəlləfiyyətdir. Bir də var şahidlər, biyar.
Biyar budur. Kəndli gedib feodal torpağını əkir becərir. Torpaqda əkib becərir. Bu biyardır. Amma yol çəkilməsi, körpülər, qalalar, su kanalları inşası bunlar pulsuz görülən işlər ümumiyyətlə. Yəni mükəlləfiyyət sayılır. Biyar özü də pulsuzdur. Amma biyar sırf torpaqda görülən işdir. Mükəlləfiyyət isə pulsuz görülən bütün işlər daxildir mükəlləfiyyətə. Aydınmı? Bəs natural təsərrüfat nədir? Natural təsərrüfat budur şahidlər. Bəhs etdiyimiz dövrdə hər bir feodal mülkü, yəni feodalın idarə etdiyi nə qədər ərazi varsa, feodal mülkündə yaşayan əhali öz ehtiyaclarını, özlərinin lazım olan ehtiyaclarını edirlər? Öz yerlərində, öz kəndlərində, öz mülklərində istehsal edirlər, hazırlayırlar. Yəni onların bazara ehtiyacı yoxdur. Onların hər hansı başqa yerə getmə ehtiyacları yoxdur. Yəni bu deməkdir ki, hər şey öz ehtiyaclarına görə hazırlanır. Tərifini belə veririk. Bazarla əlaqəsi olmayan və öz daxili ehtiyaclarını ödəmək üçün qurduqları təsərrüfata natural təsərrüfat deyirlər. Yəni natural təsərrüfatda məsələ budur. Bazar yoxdur, satış yoxdur və ölkənin vilayətləri arasında bir-birinə əlaqə yoxdur. Çünki hər kəs öz ehtiyacını öz yaşadığı ərazidə kifayət qədər nə edə bilir? Ödəmə imkanı əldə edir. Sasanilər dövründə olan torpaq mülkiyyət formaları. Torpaq mülkiyyət forması dastakət, şəxsi torpaqdır, feodalın şəxsi torpaqdır. İrsən gələn torpaqlardır onlar. Ki nəsildən nəslə ötürülən torpaqlar, irsi torpaqlardır. Xostaq isə şərti torpaqdır. Yəni sonradan xidmət qarşılığında verilən şərti torpaqlar idi bunlar. Yəni adı üstündə şərt qarşılığında verilirdi. Xidmət müddəti başa çatandan sonra geri alınırdı. Burada xüsusən 1-ci Xosrovun islahatlarında şəhər torpaq sahibinə xüsusi diqqət yetirirdi. Niyə görə? Özünə dayaq yaratmaq məqsədi ilə şəhər torpağı orta və xırda feodallara paylayırdı. Vergilərə baxırıq, xaraq məhsul vergisidir və yaxud da torpaq vergisi gedir. Hər iki formada deyə bilərsiniz. Torpaqdan istifadəyə görə məhsulla alınan vergi, məhsulla ödənilən vergi budur. Can vergisi, gezit can vergisi idi və ildə bir dəfə bütün əhalidən alınır. Yəni vergi ödəyən bütün təbəqədən alınırdı. Xosrovun islahatlarında isə biraz sonra deyəcək. Xosrovun islahatı nə vaxtı? 6-cı əsrdə olacaqdır. 1-ci Xosrov Əlişirəvəli islahatları. Onun dövründə uşaqlar, qadınlar, qocalar, kahillər, məmurlar can vergisindən azad olunmuşdular. Qurtardıq. Azərbaycanda yazılan feodal münasibətlərinin Avropa ilə fərqli cəhətləri vardı. Azərbaycanda birinci tez yaranmış, yəni 3-cü əsrdə yaranmışdı Azərbaycanda. Nə vaxt bitib? 19-cu əsrdə bitibdir. Avropada isə biraz gec, yəni Qərbi Roma İmperiyasının süqutu ilə 5-ci əsrdə başlamışdı, 17-ci əsrin ortalarında başa çatmışdı. 1640 İngiltərə Burcu İnqilabı, 17-ci əsrin ortaları. İndi İngiltərə çatanda orada deyəcək. Başa çatdı. Sonra bizdə kəndlər əsasən bizdə hansı formadadırlar? Azad halda, yəni aslı kəndlidirlər. Təhkimçilik Azərbaycanda yoxdur. Avropada isə kəndlər əsasən nə vəziyyətdədirlər? Təhkimli vəziyyətdədirlər. Yəni həm şəxsən, həm də iqtisadi olaraq feodalın asılı haldadirlər Avropada. Gəldik. Üçüncü, feodalların Azərbaycanda şəxsi təsərrüfatı yoxdur. Yəni nə edir feodal? Əlindəki olan torpaq mülklərini dövlətin buna verdiyi torpaqları hissələrə bölür və kəndlər arasında paylayır ki, içdiyim mənə vergi verir. Avropada isə feodal həmin torpağın bir hissəsini özü üçün ayırır, özünə şəxsi təsərrüfat qurur və oradan gələn bütün gəliri özü mənimsəyir. Baxın, Mani təlimi. Mani təlimi 3-cü əsrdə Sasani hakimiyyətinə qarşı başlayan bir təlimdir. Həmçinin Azərbaycan, Cənubi Azərbaycan, yəni Atropatenada yayılmışdı. Bu da nə idi? Sasani zülmünə qarşı başlamışdı. O, bütün dinləri vahid bir din şəklində birləşdirməyə çalışırdı. Məqsədləri bu idi. Və öz məqsədlərinə çatmaq üçün onlar nədir məsələ şahidlər? Əsas diqqət edəcəyimiz məsələ, Mani təlimində onlar mübarizə aparmırlar. Dinc yolla. Yəni aktiv şəkildə müharibədən istifadə edirlər. Onlar dinc şəkildə öz istəklərini həyata keçirməyə çalışırlar. Və sonraki vaxtlarda biraz sonra deyəcəyim, Məzdək hərəkatına mühüm təkan olmuşdur bu məsələ.
Mani təlimidir. 3-cü əsrdə yaranmışdı. Elə həmin vaxtda da yatırılmışdı hərəkət. Məzdək hərəkatı. Məzdəklər 481-529-cu ili əhatə edir. Bu, bir kahin olan Məzdək tərəfindən başlamışdı. Məzdəkin əsas ideyaları nə idi? O, ədalətli cəmiyyət qurmaq istəyirdi. Əmlak bərabərliyi istəyirdi və bu istəklərinə çatmaq üçün mübarizə yolundan istifadə edirdi. Nəydən? Mübarizə üsulundan istifadə edirdi. Və deyir ki, yəni ədalətli cəmiyyət qurmaq istəyirsənsə, mübarizə aparmalısan. Biraz əvvəlki səhifədə Mani hərəkatında bundan danışmadıq. Deyir ki, Mani hərəkatında o aktiv mübarizədən istifadə eləmirdi. Sadəcə dinləri birləşdirməyə çalışırdı. Məzdəklər isə Manidən fərqli olaraq aktiv şəkildə mübarizə aparmağı üstün tuturdular. Və nə deyirdi? Hədəfimizə çatmaq üçün, ədalətli cəmiyyət qurmaq üçün nə etməlisən? Mütləq mübarizə aparmalısan deyirdi. Eyni zamanda insanlar arasında əmlak bərabərliyini təbliğ edirdi. İnsanlar bərabər olmalıdırlar. Ədalətli cəmiyyət əmlak bərabərliyi deməkdir. O, Manidən digər bir fərqi nə idi? Sonda xeyrin şər üzərində qələbəsinə inanırdı və deyir ki, bunun üçün də mütləq nə etməlisən? Biraz əvvəl dediyimiz mübarizə aparmalısan. Əvvəlcə Sasani hökmdarı 1-ci Qubad Məzdək hərəkatını müdafiə edirdi. Ondan öz xeyrini istifadə edir. Amma daha sonra nə oldu? O 1-ci Qubad hakimiyyətdən saldılar Sasanilərdə, getdi Axsuvar xanından, yəni Axunlara kömək aldı, gəldi, hakimiyyəti bərpa elədi. Artıq onun Məzdək hərəkatına ehtiyacı qalmamışdı. Həm də Məzdək hərəkatının genişlənməsi 1-ci Qubad özünə təhlükə hesab elədi. Və nəticədə 529-cu ildə 1-ci Qubad tərəfindən Məzdək hərəkatı yatırıldı. Hərəkət tərəfdarlarına nə oldu? Divan tutulmuş oldu. Məzdək edam olundu və hərəkət yatırıldı. Baxaq, Zərdüştlüyümüz. Zərdüştlüyümüz demişdik, daha əvvəl xatırlayırsa Midiyada da Astiaqın dövründə geniş yayılmaya başlamışdı. Həmçinin burada da Sasani dövlətində əsas dinimiz Zərdüştlük idi. Orada da xeyir və şərin mübarizəsindən bəhs edirdi. Birinci Şapur nə edirdi? Atəşpərəstliyi yaymağa çalışırdı. Çünki o, ölkədə xristianlığın yayılmasının qarşısını almaq məqsədi ilə Zərdüştlük əsas din olaraq onun qarşısına qoymuşdu. Hədəf bu ki, bütün ölkədə Zərdüştlük nəsil yayılsın. Birinci Xosrovun islahatları. Bunları da deyək, sonra Albaniya bağlı məsələlər keçəcək. Birinci Xosrov 6-cı əsrdə hakimiyyətdə olmuşdu, yuxarıda yazmışdıq. O bir səhifədə 1-ci Xosrovun islahatlarında o nə deyirdi? Vergi islahatı həyata keçirdi. Məqsəd özbaşınalığa son qoymaq idi. Bunu tez-tez soruşur şahidlər, suallarda bizdən soruşur. Bunun haqqında məsələ, diqqət edirsiniz, incəliklər var. Deməli, ölkədə 4 canişinlik qurmuşdu. Keçirik, o bir səhifədə var digərləri. Onu deyək. Sonra sahibsiz torpaqları hərbçisə paylamışdı. Xatırlayırsınızsa, biraz əvvəl demişdim. Bunlar nə torpaqları idi? Şərti torpaqlar idi. Orta və xırda feodallara paylamışdı xüsusilə. Niyə görə? Həmin orta və xırda feodalları özünə bir dəstəkçi hesab edirdi onlar. Onları özünə dayaq hesab edirdi. Məqsəd bu idi ki, iri feodalların möhkəmlənməsinin qarşısını almış olsun. Özbaşınalığa son qoymuşdu. Uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar vergilərdən azad olunmuşdu. Xüsusən də şərti torpaq sahibliyinə xüsusi diqqət yetirirdi. Orta və xırda feodallara neyinirdi? Torpaq sahili paylayırdı. Onların sayının artmasını istəyirdi. Baxaq, Albaniya ilə bağlı məsələ. Atropatena cənubda 227-ci ildə nə vaxt? Biraz əvvəl demişdik. Atropatena. Neçənci ildə? 227-də. Nə oldu? Kimdən asılı Atropatenaya kim son qoydu? Sasanilər, Sasani 1-ci Ərdəşir Babəkin Atropatenanı tutdu, ələ keçirdi və oradakı Arşakinin hakimiyyəti başa çatdırmış oldu. Qalmışdı şimal.
Şimal tərəf isə Albaniya hələ də dirənirdi, müqavimət göstərirdi. Xatırlayırsınızsa Albaniya mövzusunda belə bir şey demişdik. Albaniyanın Roma ilə münasibətləri bizim eranın 3-cü əsrin ortalarına qədər davam eləmişdi. Yəni həmin bu Sasanilərin ortaya çıxması və Albaniyanı ələ keçirməsinə qədər mübarizə davam etmişdi. İndi baxaq görə Albaniyanın əvvəldən bəri məsələlərimiz nədir Albaniyada? Demişdik ki, biraz əvvəlki səhifədə də 1-ci əsrdə, eramızın 1-ci əsrində Albaniyada Parfiya nəsilli Arşakilər sülaləsi hakimiyyətə gəlmişdi. Nə vaxta qədər? 6-cı əsrin əvvəllərinə qədər Arşakilər 1-ci, 6-cı əsrlərdə Albaniyada hakimiyyətdə olmuşdular. Və onun nümayəndəsi Qoçaq Baçaqan nə etmişdi? 3-cü əsrin əvvəllərində Albaniyanın bütün vilayətlərini vahid halda birləşdirmişdi. Albaniyanın bütün vilayətlərini nə vaxt? 3-cü əsrin əvvəli vahid halda birləşdirdi. Deməli, hökmdar. Albaniya hökmdar qanunverici orqan sayılırdı. Hökmdar ölkəni idarə edirdi. Bəzən soruşur bunu dövlət idarə etməsinə aid xüsusiyyətlər. Şagirdlər çətin şeylər yadda saxlayırlar. Belə asan məsələdə bəzən çaşırlar. Hökmdar qanunverici orqandır. Yəni hər şey hökmdarın ixtiyarındadır. Hökmdarın səlahiyyətlərini heç bir orqan məhdudlaşdırmır. Aydın oldu mu? Hökmdar qeyri-məhdud hakimiyyətə malikdir. Bütün səlahiyyətlər onun ixtiyarındadır. Sasanilərin tərkibinə baxırıq. Deməli, 260-cı ildə Sasanilər Roma arasında mübarizə, döyüş oldu. Həmin mübarizədə şahiddir. Buna diqqət edirsiniz. Sasani hökmdarı 1-ci Şapur Romanı məğlub elədi. Roma imperiyasını məğlub elədi və bundan sonra da Roma məğlub olduqdan sonra Albaniya tək qaldı ortada. Və gəlir neçənci ildə? 262-ci ildə Sasanilər Albaniyanı tabe etdilər. Bu zaman Alban hökmdarı 1-ci Vaçidir. Buna diqqət edirsiniz. İl budur 262 Sasani hökmdarı 1-ci Şapur Albaniyanı tabe elədi. Həmin Alban hökmdarı isə 1-ci Vaçi idi. Bunları diqqət edirsiniz hökmdarların adlarına. 1-ci Şapurla 1-ci Vaçi eyni dövrdədir. Yəni Vaçi hakimiyyətdən getdi və Albaniya kimə tabe oldu? Sasanilərə tabe oldu 262-ci ildə. Bəs bunu biz hardan görürük? Albaniyanın işğalını hardan görürük? Həmin dövrdə 262-ci ildə Nəqş-i Rüstəm abidəsi var. 1-ci Şapurun şərəfinə qoyulmuş bir abidədir. Həmin Nəqş-i Rüstəm abidəsində tabe edilən tayfalar, xalqlar, dövlətlər arasında Albaniya da adı var. Biz oradan görürük ki, artıq Albaniya həmin dövrdə kimi tabe elədi? Sasanilərin tabeliyindədir. Bu vilayətlər bizə o qədər çox vacib deyil. Şahidlər, burada bu xəritəyə məsələsini diqqət edərsiniz. Xəritədə. Baxın, xəritədə Girdiman vilayəti var. Kitab qarşınızdadır. Buna baxırsınız. Girdiman vilayəti əsasən bizə nə edəcək? Lazım olacaq. Uti vilayəti adlarına diqqət edirsiniz. Bu adlar birazdan bizə müəyyən məsələlərdə bilgilərdə lazım olacaq deyəcəm sizə. Keçirik 4-cü əsr Albaniyanın vəziyyəti. Alban hökmdarı Urnay deyir ki, Sasani hökmdarı 1-ci Şapurun ölümündən sonra, 1-ci Şapurdan sonra Albaniya öz daxili müstəqilini yenidən bərpa elədi 4-cü əsrdə. Və bu zaman daxili müstəqilini bərpa etdikdən sonra Albaniya ilə Sasanilər arasında bir müttəfiqlik var. Münasibətlər, yəni dost münasibətləri eyni zamanda bir-birinə müttəfiq olaraq fəaliyyətini davam etdirirlər. Alban hökmdarı 1-ci əvvəlcə Urnay hakimiyyət dövründə isə o nə etmişdi? Müstəqil xarici siyasət yeritməyə başladı. Eyni zamanda Sasani hökmdarı 2-ci Şapur ilə nə etdilər? Müttəfiq idilər. Aydın oldu? Təkrarlayıraq. 1-ci Şapur getdi. Bunun üstünə xətt çəkdi ki, bu getdi. Onun getməsindən sonra
Urnarin dövründə Albaniya müstəqilliyin bərpa edir və o Sasani hökmdarı 2-ci Şapurla müttəfiqdirlər. Demək ki, biraz əvvəlki səhifədə dediyimiz 1-ci Şapur, 1-ci Vaçe. Bunlar eyni dövrdə olublar. Burada isə Urnayırdan 2-ci Şapur eyni dövrdədirlər. Urnayır Alban hökmdarıdır, Şapur, 2-ci Şapur Sasan hökmdarıdır. Və bunlar arasında nə var? Dostluq münasibətləri var. Plus qoyduq, yəni dostluq münasibətləri var. Aydındır. Biz bunu harada görürük? Həm dostlar, həm də müttəfiqlər. Hansı hadisələrdə? 359 Amit döyüşü, 371 Dizrav döyüşündə biz bunu gördük. Ki, hər ikisində burada Roma və Sasani arasında baş vermişdi. Həmin döyüşlərini hər ikisində Sasani ilə bərabər kim var? Albaniya. Bərabər nə etmişdilər? Mübarizə aparmışlar, müttəfiq olaraq. Amit döyüşündə Sasani tərəf qalib gəldi, Roma məğlub oldular. Dizrav döyüşündə isə 371-ci ildə yenə də Sasani və Roma arasında baş vermişdi və burada Sasanilər məğlub oldular. Sasanilər məğlub oldular və Roma Azərbaycanın müəyyən vilayətlərini itirdi. Oti, Şakaşen, Girdman, Kolt vilayətlərini itirdi. Şahidlər. İndi bir dənə bu cümləni dediyim, sonra xəritəyə qayıdıb orada sizə bir şey deyəcəm, diqqətli olun. Albaniya burada itirdiyi 4 dənə vilayətini, 371-də itirdiyi 4 vilayətini 387 geri alacaqdı. Niyə? 387-ci ildə Sasani ilə Roma arasında müqavilə imzalandı. Bu müqaviləyə görə Cənubi Qafqaz tamamilə nə etmiş oldu? 10 dəqiqəmiz. Deməli, tamamilə kimin arasında? Yəni Azərbaycan qaldı. Kimin tərkibində? Sasanilərin tərkibində qaldı. Və dolayısıyla Dizrav döyüşündə itirdiyimiz torpaqları da biz nə edək? Geri qayıtmış olduq. Burada məsələni diqqəti çatdırım. 309 Amit, 371 Dizrav döyüşləri hər ikisi Alban hökmdarı Urnayırın dövrünə aiddir. Amma 387-ci il müqaviləsində isə Urnayır hakimiyyətdə yoxdur. İndi biz nə dedik? Dizrav döyüşündə itilən ərazilər, Oti, Şakaşen, Girdman, Kolt vilayətləri. Mən sizə bunu göstərməyə çalışacağım şahidlər yerlərini. Topluluda testlər var. İndi o testləri baxan kimi rahat formada tapa bilmək üçün mən sizə belə bir məsələ verim, belə bir şey deyim. Dedik ki, şahidlər, Roma ilə Sasanilər arasında. Baxın, Roma bu istiqamətdən gəlir. Roma. Bax, Roma buradan gəlir. Azərbaycanın qərbindən. Sasanilər isə hardadır? Buradadır. Sasanilər. Düzdürmü? Deməli, Roma ilə Sasanilər arasında müharibə baş verir. Və deyir ki, Albaniyanın müəyyən vilayətlərini nədir? İşğal etdi. Albaniyanın deyiriksə, nədir biz? Bu Atropatena, yəni Cənubi Azərbaycan ərazisini çıxdıq. Bu bir. İkinci məsələ. Roma dediyimiz kimi soldan, qərbdən gəlirsə, mütləq ələ keçirəcək ərazilər hardadır? Təxminən bu istiqamətdə olan vilayətlər tutacaqlar. Yəni, buradan keçib gəlib, buradakı hər hansı vilayəti tutmayacaq. Harada tutacaq? Bax, bu istiqamətdə. Yəni, Azərbaycanın qərbində. Ona görə də testləri işləyəndə, topluluğun testlərini işləyəndə orada baxacaqsınız ki, sizə sol tərəfdəki əraziləri verəcəkdir. Həmin suallarda o variantları nə edəcəksiniz? Rahat bir şəkildə götürəcəksiniz. Yaxşı? Baxın. Elə əlimin altındaykən sualın birini deyəcəm sizə. Xəritə sualıdır. Xəritə sualıdır. Yazır ki, Albaniyanın 4-cü əsrin 70-ci illərində məhrum olduğu vilayətlər 68-ci sualdır mövzuda. Azərbaycan 3-7-ci əsrlərdə 68-ci sual. Orada şahidlər, baxan ki, biz nə deyəcəyik? Azərbaycanın sol tərəfində, qərbində olan vilayətlər 4 və 1. Heç orada vilayətlərin adlarına baxmıram, axtarmıram. Sadəcə xəritə ilə bilirəm ki, Roma bu tərəfdən gələcək, Sasanilər buradadır və Roma Azərbaycan qərb torpaqlarını nə edəcək? Məğlubiyyətdən sonra ələ keçirəcəklər. 4-dən biri nə edib? Yəni həmin əraziləri götürəcək. Doğru cavab olaraq. Növbəti Asvagen. Asvagenin hakimiyyət dövründə Alban hökmdarı 5-ci əsrin 1-ci əsrində hakimiyyətdə olmuşdu. Təhsillə bağlı, məktəblə bağlı işlər görmüşdü. Yeni Alban əlifbası var, uşaqların məktəbə cəlb edilməsi var. Keçirik 2-ci Vaçenin hakimiyyət dövrü əsas məsələlərdən biri. Vaçe nə eləmişdi? O, hakimiyyətdə olduğu dövrdə Vaçe
Türk mənşəli idi bu adam. Sasanilərlə qohumluq münasibətləri vardı. Eyni zamanda nə etmişdi? Dərbənd keçidini tutmuşdu və möhkəmləndirməyə çalışırdı. Şimalda olan Massaget tayfaları özünə tərəf çəkmişdi. Azərbaycanda Sasanilərə qarşı olan azadlıq hərəkatına rəhbərlik edirdi. Məqsəd Albaniyanı tamamilə müstəqil etməyə çalışırdı. Bu eyni zamanda xristianlığı qəbul etmişdi. Bu zaman hakimiyyətdə olan Sasani hökmündə Firuz, biraz əvvəl Axundlardan danışırkən Firuz Şah demişdi ya, Axsubar xanı məğlub etdi Firuz. Bu həmin Firuzdur. Firuzun şərəfinə Bərdə şəhərinin əsasını qoymuşdu. Neçənci ildə? 444-də Firuzabad adlandırmışdı və az sonra həmin şəhərdə özünə paytaxt elan etmişdi. 444-cü ildə. Amma Vaçenin xristianlığı qəbul etməsi və azadlıq hərəkatına rəhbərlik etməsi Firuzu narahat etməyə başladı. Buna görə də qohum olduğu üçün özü birbaşa təsir etmir və neyniyir? Azərbaycan ərazisində yaşayan və xristianlığa qarşı çıxan Haylandur Hunlarını 462-ci ildə Haylandur Hunlarını, Hun tayfalarını Albaniyaya qarşı mübarizəyə cəlb etdi. Bunun nəticəsində Haylandur Hunları üsyan elədilər, 2-ci Vaçe məğlub oldu. 463-də isə Vaçe məğlub olaraq hakimiyyətdən getdi. Əl çəkdi, çıxdı, getdi. Bu hakimiyyət getdikdən sonra həmin dövrlərdə 463-dən 487-yə qədər Albaniya ərazisi kimin tərkibində qaldı? Sasani canişinlərinin tərkibində qalmış oldu. Yəni Sasani mərzbanları tərəfindən idarə edilməyə başladı. Nəticə nə oldu? Albaniyada vergilər artırılmışdı, əhali siyahıya alınmışdı. Kahinlər belə neynədilər? Can vergisi verməyə başlamışdılar. Daha sonra isə Xosrov bunu ləğv edəcək. Toplumun sualıdır, burada diqqət doğrusu. Bu məsələyə, Azərbaycanda olan bu məsələyə 3-cü Mömin Vaçaqan son qoydu. Neçənci ildə son qoydu? 3-cü Mömin Vaçaqan. Deməli, onun hakimiyyətə gəlməsi ilə 487-ci ildə 3-cü Mömin Vaçaqan hakimiyyətə gəlməsi ilə mərzbanlıq başa çatdı və Albaniya yenidən öz müstəqilliyini bərpa eləmiş oldu. 3-cü Mömin Vaçaqan da 2-ci Vaçe kimi xristianlığı qəbul etmişdi və onun təbliği ilə məşğul idi. Xristianlığa aid olan məktəblər belə açdırmışdı. Demək ki, xristianlıqla bağlı məsələlər kimdədir? Urnayır var, 2-ci Vaçe, bir də 3-cü Mömin Vaçaqan. Urnayırın digərlərinə fərqi bu idi ki, Urnayır xristianlığın rəsmi dövlət dini elan etmişdi. Mömin Vaçaqan 488-ci ildə isə xristianlıq bağlı olaraq Ağqoyun Kilsə Məclisini çağırmışdı. Burada mühüm qanunlar, dinə aid və dövlət idarəsinə aid olan qanunlar qəbul edilmişdi. 488-ci ildə. Ağqoyun Kilsə Məclisində dediyimiz kimi dinə aid və dövlətin idarə etməsinə aid olan qaydalar müəyyənləşdirilmişdi. Amma az sonra Sasanilər bu vəziyyətə neynədilər? Son qoydular. 510-cu ildə Sasanilər Cənubi Qafqazda olan bütün dövlətlərin müstəqiliyinə son qoydular. Eyni zamanda Albaniyanı da son qoydular. Və həmin ərazi 510-cu ildə Cənubi Qafqaz düşdü kimin tərkibinə? Sasani mərzbanlarının hakimiyyəti altında düşdü yerində. Yəni Sasani canişinləri idarə etməyə başladı. Buna deyirlər şahidlər uzun müddətli mərzbanlıq və yaxud da ikinci mərzbanlıq deyirlər. Aydın oldu. Daha sonra Qafqaz orada Sasani-Bizans müharibəsi var. Həmin müharibə nəticəsində də Sasanilər məğlub olsa da, Albaniya ərazisi Sasanilərin tərkibində qalmış olacaq. Aydın oldu. Mehranilərə qədər olan məsələni nə edirik? Öyrənirik. Yaxşı. Burada mehranilərlə bağlı məsələni ərəblərə saxlayacağım. O tərəfdə izah eləyərəm. Düz 7-ci əsr məsələsidir burada da. Amma ərəblərlə bir yerdə onu izah eləyərəm. Mehranilər. Çünki orayla əlaqəli olacaq müəyyən məsələlərimiz. Bunu saxlayırıq ora. Aydın şagirdlər.